Nəşriyyat bir əlavə dərslik bir test toplusu buraxır. Hər bir də güya uşağın biliyini artırmaq üçün nəzərdə tutulub. Amma bu prosesin sonunda kim qazanır? Valideyn yox, müəllim də yox. Qazanır nəşriyyatlar. Burada bir məqam da var ki, artıq susmaq olmur. Bəzi müəllimlər, sizə səslənirəm. Olmazmı ki, müəllifi olduğunuz kitabları sinifdəki uşaqlara satmaqdansa, həmin materialları onlara havaya ötürəsiniz? Bəli, başa düşüləndir. Zəhmət var, əməyinizə dəyər verilməlidir. Amma o kitablar vasitəsilə qazanan siz deyilsiniz, nəşriyyatlardır. Siz sadəcə o sistemin içində vasitəçi olursunuz. Sonra da deyirlər ki, güya müəllimləri tənqid edirəm. Xeyr, müəllimliyi yox, müəllim adı ilə təhsili bazara çevirən yanaşmanı tənqid edirəm. Bugün bir test kitabı 8-10 manatdır. Minimum 4-5 fən üzrə resurs alınır. 2 uşağı oxuyan valideyn üçün bu aylıq xərc deyil, artıq yükdür. Təhsil dəyər olmalı idi, qiymət yox. Müəllim yazmalı idi ki, paylaşsın, yox ki, satsın. Bu ölkədə təhsil nə vaxtsa satışdan çıxanda biz onda həqiqətən öyrənməyə başlayacağıq.